Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə 2026-cı ilə düşmüş informatika suallarının izahına baxırıq. Verilənlərin tipinə aid deyil, aksesə aid olan bir sualdır. Number verilən tipində var idi. Qısa mətnləri yazanda short textdən istifadə etmişdik. Currency pul vahidində istifadə edilmişdi. Calculate və lookup wizard əlavə tiplərdə istifadə etmişik. Accounting isə yoxdur. Deməli, bircə saniyə mən səsləri bağlayım. Bize mane olmasın. Aha, deməli, account isə nədə istifadə olunur? Excel-də və burada belə bir verilən tipimiz yoxdur. Keçid eləyək növbəti sualımıza. Deməli, 21-ci sualın cavabı olacaq Y bəndi. Keçid eləyək növbəti 22-ci suala. Deməli, bu 22-ci sualda biz hissə onluq say sisteminə, ikilik say sisteminə çevirməliyik. İlk öncə 195 ədədini çevirək 16-lıq say sisteminə. Deməli, 195-i bölsəm 16-ya, düşəcək 12 dəfə. 12 dəfə 16-da, yəni 12 dəfə 16 eləyir 192, 192. Burada qalır 3. Və 12-ni artıq 16-ya bölə bilmirik. Əməliyyat tamamlandı. S3 olacaq bizim nəticəmiz. Deməli, 1-ə uyğundur S3, yəni 1-ə uyğundur A. Davam eləyək növbəti 375 çevirək 16-lıq say sisteminə. Demək 375-i 16-ya bölsəm, gəlin bölək, düşəcək 23 dəfə. 23-ü 16-ya vuranda düşəcək 368, 368 və 375-dən də 368 çıxsaq, yerdə qalacaq 7 və qalıq qalacaq 7. 23-ün içərisində hələ 16 var. Deməli, davam edirəm. Bir dəfə düşər 16, burada da qalıq qalar 7 və son nəticəmiz 177. Deməli, 2-də uyğun olacaq B. Növbəti 442 onluq say sistemindən yenə də çevirək 16-lıq say sisteminə. 442-ni biz 16-ya böləndə düşəcək 27 dəfə. Hissə-hissə də bölə bilərsiniz. 27-ni 16-ya vursam 432, burada qalacaq 10. 27-ni hələ 16-ya bölsəm bir dəfə düşər 16. Deməli 27-dən də 16 çıxsam yerdə qalacaq 11. Yəni 11 belə 11 yazaq. Daha sonra isə bunları biz ifadə eləyək. 1, 11B'dir, 10 isə A'dır. 1BA bizim nəticəmizdir. Buna isə uyğundur Y. Deməli, 1-ə uyğundur A, 2-yə uyğundur B, bu deyil, A, B, Y. Bəli, cavab olacaq C bəndi. 22-ci sualın cavabı olacaq C bəndi. 23-cü sualda alqoritmin xassələrini müəyyən edin. Aktuallıq xassəsi informasiyanın xassəsidir. Adekvatlıqda, faydalılıqda, qiymətlilikdə. Müəyyənlik isə bir mənalı olması alqoritmin xassəsidir. Müəyyənlik, kütləvilik, diskretlik, nəticəvilik alqoritmin xassələridir. Sistem proqram təminatına aid olanları müəyyən edin. Verilər bazası bizə lazımdır. Bu olacaq tətbiqi. Əməliyyat örtükləri lazımdır bizə yox, sırf kompüterin işi üçün. Deməli, sistemin bazasına aiddir. Kompüter iş qabiliyyətinin diaqnostika sistemin servisinə aiddir. Bu da aid olacaq sistem proqramına. Avtomatlaşdırma bizə lazımdır. Bu tətbiqidir. Ekspres sistemləri tətbiqidir. Arxivləşdirmə isə sistemin servisində yerləşir. Deməli, 2, 3, 6 doğru cavab olacaq. Yəni, cavab olur A bəndi 24-də. 25-ci sualda doğru fayl adlarını müəyyən edin. Qadağan olmuş şairlər sual, ulduz, 2 nöqtə, böyükdür, kiçikdir, düz xətt, sağa siləş, sola siləş və dırnaq şairəsinə icazə verilmir. Burada gördüyünüz kimi apostrof kimi tək dırnaqdan istifadə olunur. Bir problem yoxdur. Doğrudur. Burada ulduz verilib, yanlışdır. Burada qadağan olmuş heç bir işarə yoxdur. Həmçinin 7-də də burada böyükdür, kiçikdir verilib olmaz. Qadağan olmuş işarəmiz yoxdur. Burada isə düz xəttdən istifadə olunur. Bir problemimiz yoxdur. 1, 5, 6, 7 olacaq doğru deməli daha doğrusu 1, 4, 5, 6 neyse artıq mı? Yox, 6-nı mən üstünü xəttləməliydim. Xətt var deyə olmaz. Deməli 1, 4, 5, 7 cavab olacaq A bəndi. Keçid eləyək növbəti 26-cı suala. 26-cı sualda hansı əməliyyatların köməyi ilə bütün sənəd seçilər? Sənədin sol kənarında boş sahədə mousun sol düyməsi 3 qat sıxmaqla olar. Bir doğrudur. Ctrl A düymə kombinasiyasını sıxmaqla bu da doğrudur. 4 dəfə klikləmə yox, F8 2 dəfədə söz seçir. Sənədin sonunda yerləşdirib bəli. Əvvələ qədər seç desəm, yəni bu Ctrl Home sənədin əvvəlini keçməkdir. Shift deyəndə seçmək olur. Ctrl düyməsi basılı saxlayıb sənədin daxilində etsək, cümləni seçmiş olarıq. Amma F8 5 dəfə klikləməklə bütöv mətn seçilmiş olar. 1, 2, 5, 7 doğru cavab olacaq C bəndi. 26-da cavab C bəndi.
Keçən növbəti 27-ci suala. 27-ci sualda TCP protokolunun əsas funksiyası məlumatın son məntəqədə yığılması, ötürülməyə nəzarət, deməli informasiya axınının paketlərə bölünməsi və son məntəqədə onların düzgün yığılması. Elə cavab olacaq A bəndi. 28-ci sualda aşağıda göstərilən lent tabının hansı düyməsinə aiddir? Burada diqqət etsəz, nişanlanmış siyahılardan istifadə olunub. Deməli, cavab olacaq burada B bəndi. Bu çox səviyyəlidir. Bu da adi namberin yəni nömrələnmiş siyahılardır. File Explorer proqram pəncərəsinin sağ tərəfində obyektlər süzgəcləmə detalsı verilir. Bu sütun üzrə əlifba sırası, bu sətr üzrə əlifba sırası, son düzəliş edilmə vaxtı və burada da ölçü və belə deyək tipi qeyd olunur. İnternetdə host kompüterin domen adı ardıcıllıq şəklində verildiyi üçün bu iyerarxikə daha uyğun şəkildə təmin olunur. 31-ci sual alqoritm sualdır. Ancaq bu biraz MIG tipli sualdır. Yəni MIG səviyyəsində olan sual tipidir. Gəlin bunu izah etməyə çalışaq və orada bir məntiq tutmalıyıq. Deməli, alqoritm icrası nəticəsində N8 qiyməti çap olunarsa, N-in qiyməti 8 çap olunarsa, N-in ilkin qiyməti, yəni ilkin qiyməti məlum deyil, amma son qiymət 8 olduğunu bilirik. Biz gəlin bura baxaq. Mən baxıram ki, A nə qədər ki 45-dən kiçikdir, A nə qədər ki 45-dən kiçikdir, o zaman dövr baş verir. Bunun çapa getməsi üçün, yəni artıq bunun yox olması üçün A nə olmalıdır? 45-dən böyük bərabər olmalıdır. A 45-dən böyük bərabər olanda artıq dövr yox olub çapa gedəcək. Onda gəlin bu şərt əsasından addımlayaq. A-nın ilkin qiyməti 2-dir. Bəs mən 2-nin üstünə 3-ü neçə dəfə gəlməliyəm ki, yoxa gedim? 3-ü neçə dəfə gəlməliyəm bilmirəm. Tutaq ki, bir dövrün sayını D yazaq. Yəni D dəfə belə deyək 3 gəlsək, bu artıq böyük bərabər olacaq. Nədən? 45-dən. Onda 3D böyük bərabərdir 43-dən. D də böyük bərabərdir nədən? 43-ü bölə 3-ə. Tam bölünməyəcək, amma olsun. Biz oradan dövrü tapa bilərik. 43-ü 3-ə bölsək eləyəcək 14,3. Onda 14 yarımdan böyük, ən böyük qiymət, tam qiymət D olacaq 15. Deməli bu dövrün sayıdır. D dövrün sayıdır. 15 dəfə dövr eləyəcək. Onda belə çıxır ki, N-in qiymətindən, ilkin qiymət nədirsə N-dən, 8-i mən 15 dəfə çıxmışam. Ona görə 8 vur 15, yəni 8-i 15 dəfə çıxmışam. Və son nəticədə bizim qiymətimiz neçə alınıb N-in qiyməti? 8 alınıb. Onda bu N-i tapa bilərəm. N çıxılsın 120 bərabərdir 8-ə. Onda N də bərabərdir nəyə? 128-ə. Deməli, N-in ilkin qiyməti neçə olubmuş? 128 olub. Bu da alqoritm sualıdır. Bu biraz magistr səviyyəsində deyil. Ancaq yəni məntiqlə tapa bilərdiniz. Cavab olacaq Y bəndi. Keçək növbəti 32-ci suala. Tekst tipləri seçməliyik. Tekst tipi ancaq burada right daxildir. Bir olacaq C. Bir də uyğundur C. Logikal deyirsə 2 olacaq Y. Deməli biz C, 2Y. Statistikdə isə countive 3 də olacaq A. 3 də olacaq A. Deməli 32-ci sualda cavab olacaq Y bəndi. Növbəti 33. Körpünün açar sözü nə idi? Müxtəlif topologiyalı, lakin eyni protokollu iki şəbəkəni əlaqələndirmək üçündür. Baxın, deməli müxtəlif protokollu, lakin eyni protokola malik iki və daha artıq lokal şəbəkəni əlaqələndirən qurğuya körpü dedik. Növbəti 34-cü sualla davam edək. Bu da hesablama tipli sualdır. Gəlin baxaq. Deməli bizə verilib diaqram və həmçində burada yəni bunun tam düşməsi üçün biraz ekran kiçildək. Diapazon verib, hansı diapazona uyğun olduğunu tapmağımız tələb olunur. Əvvəlcə bu hissənin qiymətlərini tapaq. Bura A8-dən AA9-a qədər, deməli bu olacaq 30, 3-ə bölsəm eləyəcək 10. Növbəti AA8, deməli bu AA8-dir, böyükdürmü AC7-dən? Deməli AC 7-dən böyükdürmü? Baxaq görək burada AA8 nə oldu? 18 böyükdürmü? Ona hə. Ona görə hə olduğu üçün birinci nəticə nədirsə o çapa gedir. Yəni nəticə olaraq ekranda o görsənir. Power isə qüvvət üstüdür. AB deməli AB-nin qiyməti, AB8-in qiyməti daha doğrusu 20-dir. 20-dir. Çıxılsın AA8-in qiyməti isə 18-dir. 18-dir. Çıxsam qalacaq 2 və 2 üstündə 3 isə bizə verir 8. Deməli burada olacaq 8. Deməli 10, 12 və 8. İndi bizə deyir ki, diaqram elektron cədvəlinin hansı xanalar diapazonu əsasında qurulmuşdur. Deməli biz nəyə diqqət eləyək? Misal üçün mən baxıram A variantına. AB 7-dən
AB 7-dən. AB deməli 9-a qədər. Baxın, AB, deməli, AB, daha doğrusu mən A-nı işarə elədim. AB 7-dən, baxın buradan, AB 7-dən. AB 9-a qədər. AB və 9-un, AB və 9-un çəkişməsi buradır. Deməli, birinci qiymət 14, növbəti 20, sonra da 6-dır. Yəni, bunlar uyğun gələrmi? Əslində yox. Diaqramın tipinə baxsaq, birinci qiymət daha kiçik, yəni 20-dən daha kiçikdir. Amma bunlar arasında qiymət demək olar ki, o, belə deyək, yaxın qiymətlərdir. Bu olmaz deyə düşünürəm. Amma istəsəz yoxlamaq üçün 34 üstünə 6 yazsam 40. Demək 40 əcəl mənim 100%-imə düşən bir paydırsa, yoxlamaq istəsəz. Misal üçün deyək, 14 ədədinə düşən faiz neçədir? X faiz deyib tapa bilərsiniz. Və gəlib burada 14-ü vursam 100-ə, 14-ü vuracam 100-ə və böləcəm nəyə? 40-a. Və bizdə verəcək burada x qiyməti verəcək 35. Deməli, ilkin qiymət olaraq misal üçün 14-ün qiyməti 35% olmalıdır. Burada isə 36%dir. Deməli, bu hələ ki getdi. Keçən misal üçün 34-də B variantını yoxlayaq. B variantında AA8, deməli AA8, bax buradan başlayıram. AC8-ə qədər, deməli AC8-ə qədər. Deməli götürülən qiymətlər 18, 20 və 12-dir. Gəlin yoxlayaq. Deməli bu eləyəcək 30, 40, deməli, daha doğrusu 12, 18 və 12 eləyəcək 30, 30-un üstünə 20 gəlsəm eləyəcək 70, daha doğrusu 50 olur. 70 nədir? Deməli 30 üstünə də 20 gəldim, elə də 50. 50 mənim neçə faizimdir? 100%, düzdür? Aha, indi burada hesablama aparaq faiz əsasən. Mən tutaq ki, tapım ki, bu 18, 18 ədədi. Neçə faizə uyğundur? Burada deyərəm x faiz. Və buradan gəlib artıq tapmaq üçün 18-i vuracam 100-ə və böləcəm nəyə? 50-yə təbii ki. Bu eləyəcək 36%. X bərabərdə 36. Aha, bu hələ ki uyğundur. Baxın 36-ya uyğundur. Keçək 20-ni tapmağa. 50 əcəl mənim 100%-imə düşən bir paydırsa, bəs yaxşı, biz 20 ədədinə düşən faizi necə tapa bilərik? O zaman da 20-ni vuracam 100-ə, böləcəm nəyə? Təbii ki, yenə də 50-yə. Bu da düşəcək 40%. Gördüyünüz kimi bu da tam-tamına uyğundur. Digəri də həmçinin yoxlasanız uyğun gələcək. Deməli, burada cavab olacaq 34-dən B bəndi. Keçid eləyək növbəti suala. Əslində çətin deyil, sadəcə maksimum diqqətlə yazılmağınız tələb olunur. Növbəti 35-ci sualla davam edirəm. 35-ci sualda Ribbon interfeysi təqdimatın hansı görünüş rejimdə əks olunmuş söhbət PowerPoint-ə gedir. Reading View-da çünki biz onu nümayiş etdiririk öz individual pəncərəsində. Ona görə də görsənmir. Keçək növbəti 36-cı suala. Uyğunluğu müəyyən edin. Və 36-cı sualda iraxil menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı bu Goperdir. 1 olacaq C, 1 olacaq C. Necə saniyə mən həyatımı qoşum. Aha, 1 olacaq C, telekonferans və xəbərlər. Telekonferans dedik ki, 100 net xidmətidir. 2 olacaq A, 1 C, 2A. Uzaq məsafədə yerləşmiş terminalların emulyasiyası isə telnet olacaq. Axırıncısı olacaq D. Demək 36-cı sualın cavabı olur Y bəndi. 37-ci sualla davam edək. Mətn prosessorunda sənədə yerləşdirilən sərlövhənin səhifədəki mövqeyi hansı tab ilə həyata keçirilir? Biz onu homedan eləmirik. Əslində əlavə etmə insertdədir. Əlavə etmə insert, amma page-də deyil. C variantı getdi. Insertdən header fotodan əlavə eləyə bilərik. Amma daxil olsaq layout-a, layout-un içərisində var page setup, arrange də yox, bu obyektlərlə bağlıdır. Page setup-a daxil olub, oradan layout vasitəsilə yerini, burada fikir verin, mövqeyini deyir, əlavə etmək deyil. Mövqeyi layout-dan tətbiq oluna bilər. Cavab olacaq burada B bəndi. Təhlükəsizlik divarının əsas funksiyası nədir? Təbii ki, internet trafikini şifrələmək, MAC ünvanını dəyişmək, yox, şəbəkənin potensial olaraq təhdidlərdən qorumaq üçün istifadə olunur. Növbəti 39-cu sualda kitab doc faylı C informatika nəzəriyyə qovluğunda yerləşir. Olsun. İnformatika qovluğunda praktika qovluğu yaradılır. Deməli, biz buradan artıq, bu bizə lazım olmur. Bu informatikanın içərisində bir praktika qovluğu yaradılır və fayl bu qovluğun içərisinə atılır. Və bundan sonra faylın tam adı hansı olar? Deməli, artıq nəzəriyyə o ardıcıllıqda yoxdur. Nəzəriyyə o ardıcıllıqda yoxdur. Birinci informatika gəlməlidir. C-dən sonra informatika, sonra praktika. Nəzəriyyə o ardıcıllıqda yoxdur. C informatika, praktika, sonra da kitab.doc. Demək 39-cu sualda cavab olacaq D bəndi. Keçən növbəti 40-cı suala. 40-cı sualda doğru mülahizələri müəyyən edin.
Baxaq. Birincisi Kimoç, RAM, keş yaddaş, video yaddaş, daxili yaddaşlar doğrudur. Bir olmayan variantları avtomatik silə bilərsiniz. Əməli yaddaş aktiv proqram və verilələrin bəli müvəqqəti saxlayır. İki də doğrudur. İki olmayan variantları da silə bilərsiniz. Səs kartı informasiya daşıyıcısı deyil. Ona görə onu götürə bilmirəm. Streamer məlumatı maqnit lent üzərində saxlayan yaddaş qurğusudur. Bəli və virus düşməyəndə yaddaşda cavab olacaq 40-da C bəndi. Keçən növbəti 41-ci suala. Kitabın deməli elektron versiyası 192 səhifədən ibarətdir. Bu kitabın hər 3 səhifəsindən birində yalnız belə bir şəkil, qalan səhifələrində isə məlumat verilib. 3 səhifəsindən bir deyirsə, deməli mən 192-ni bölüm 3-ə, bu düşər 64. Deməli burada bu qədər səhifədə nə yerləşir? Şəkil yerləşir, şəkil. İndi 192-dən də biz 64-ü çıxsaq, yerdə 128 dənə səhifə qalır. Burada isə nə yerləşir? Mətn yerləşir. Gəlin baxaq. Birincisi, V bərabərdir. A vurulsun, B vurulsun, İ-yə. A-mız nədir? 2 üstü 9. B-miz nədir? 2 üstü 8. Və İ isə rəng dərinliyi isə 16 bitdir. Vur 16 bitə. Deməli, şəkil nə qədər səhifədə şəkil yerləşir? Baxaq, 3 səhifəsindən birində, yəni 64 səhifədə şəkil yerləşir. Və bunu mən nəyə çevirim? Megabayta çevirim. Bölüm 2 üstü 23-ə. Bu da bərabərdir. Bu eləcək 217 vurulsun 2 üstü 4 vurulsun 2 üstü nəyə? 6-ya. Deməli, bu tərəfdə yuxarıda olacaq neçə? 2 üstü 23-ə. Deməli, 10 27 bölünsün 2 üstü 23 iqtisadi getsə qalacaq 2 üstü 4 yəni 16 megabayt. 16 megabayt. Keçək indi digərini tapmağa. V bərabərdir. Qalan səhifələrdə, yəni qalan yerdə 128 səhifə qalıb. Yəni 2 üstü 7 səhifə qalıb. Və hər birində 4096 simvol, yəni 2 üstü 12 simvol. Unicode dediyi üçün də vur 2 bayta. Bunu da megabayta çevirsəm 2 üstü 20-yə bölməliyəm. Deməli bu 219 220 bölünsün 220 o da bərabərdir 1 megabayta. Bu 1 megabayt, bu da 16 megabayt. Yaddaşda 17 megabayt yer tutar. Keçən növbəti 42-ci suala setup slideshow əmri ilə yerinə yetirilən əməliyyatları müəyyən edin. Deməli, slaydın gizlənməsi setupdadır, amma setup slideshowda deyil. Burada əmrin içərisində olanları soruşur. Deməli, bu getdi. Növbəti slaydlar arasında keçid vaxtının təmin olunması. Slaydlar arasında keçid vaxtı setupdan icra olunmur. Bir slayddan digərinə avtomatik keçmək üçün daxil edilmiş vaxt trafikindən istifadə bu uyğundur. Təqdimatın nümayiş tipinin və nümayiş tipinin seçilməsi də setupdan təmin olunur. Slaydlar nitq müşayiəti ilə nümayiş etdirmək yox. Nümayiş olunacaq slaydlar intervalı, bəli, seçirik hardan hara qədər diapazon şəklində nümayiş etsin. Deməli 3, 4, 6 olacaq doğru cavabımız. 43-cü sualda biz burada xanaları tapmalıyıq. A, B, C, D, Y. Deməli 5 dənə burada sütun var. Sətirlərin sayı isə 8 çıxılsın 1 üstə gəl 1. 8 dənə də sətir var. 8-i 5-ə vursam 40 dənə xana burada eləyir. Buradakıları tapsaq F, C, FCH, deməli FCH 3 dənə sütun var. Sətirlərini isə necə taparıq? 9 çıxılsın 2 üstə gəl 1. 9 çıx 2 üstə gəl 1. Bu da eləyəcək 8 dənə. 8 də 3-ə vursam eləyəcək 24. 24 dənə də burada deməli nə var? Xana var. Ümumilikdə 64 dənə xana olacaq. 40 burada, 24 də burada. 64 dənə xana. 43-ün də cavabı olacaq 64. 44-cü sualda üç ölçülüyü soruşur. Photoshop rastıra aiddir. ZBrush, Maya və Softimage üç ölçülüdədir və illüstratorlar vektordadır. Bu da həmçinin. Cavab olacaq 2, 3, 4. 2, 3, 4. 45-ci sualda. Deməli 45-ci sualda bizdən nə soruşur? Üzr istəyirəm, burada mən səhv seçdim. Aid deyil deyir. Mən olanları seçdim. 2, 3, 4 olandı. O aid olmayanlar 1, 5, 6 olacaq. İnşallah diqqətli olun. İnşallah siz də belə səhv etməmisiniz. Aid deyil deyir. Keçəndə növbəti suala diqqətimə toxundu. 1, 5, 6 olacaq. 1, 5, 6. Keçən növbəti 45-ci suala uyğunluğu müəyyən edin. Insert, review və view. Deməli, insertdə əlavə etdi. Əlavə etin içərisində nələr yerləşir? Burada hamısı yoxdur deyəsən. Hə, burada da var.
Hə, deməli insertə nə aid olacaq? Əlavə etməklə bağlı nələr yerləşir? Deməli 1 olacaq C, həmçinin də Y. Deməli 1-ə C ilə Y daxildir. Review'un içərisində 2-yə uyğun olacaq. Deməli read aloud, yəni 2 olacaq D. Üçüncü isə view'un içərisində yerləşir immersive reader, yəni A, həmçinin də B. Deməli 1 C, Y, 2 D, 3 də ki A ilə B uyğundur. Bu da 45-ci sual idi.